Sumqayıt şəhərində Konstitusiya və Suverenlik ili çərçivəsində növbəti ağac əkmə aksiyası keçirilib. Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə müəssisə və təşkilat rəhbərləri iştirak edib. Bulvar ərazisində 1000 ədəd zeytun ağacı əkilib. Bildirək ki, 2025-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik ili elan edilib. Məhz bu il 1995-ci il noyabrın 12-sində qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının əsas qanunu olan ilk konstitusiyanın qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-sində Ermənistan təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi zəfərin 5-ci il dönümüdür. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bugünü və gələcəyi üçün xüsusi məna ifadə edərək hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər. Konstitusiya və Suverenlik ili dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır. İstənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Ərazi, əhali və siyasi hakimiyyət kimi əsas atributları özündə ehtiva edən hər hansı siyasi varlığın dövlət olması üçün suverenlik, müstəqil xüsusiyyətinə malik olması vacib şərtdir. Suverenlik istənilən dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərti qismində çıxış edir. Şəmsdən Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.